Hər kəsə salam. Bugünkü dərs izahımızda İnci Baxşaliyevanın 1-ci və 4-cü siniflər üçün olan kitabından summativləri yoxluyuruq. Summativ 1, səhifə 36-dan başlayıram. What is your name? Sənin adın nədir? Uşaqlar yazmalıdırlar. My name is, hərə öz adını. Kimin adı nədirsə o. Məsələn, mən özümkünü deyirəm. My name is Sara. Uşaqlar da öz adlarını deməlidirlər. 2. How old are you? Sənin neçə yaşın var? Uşaqlar yazmalıdırlar. I am, yaşları nədirsə o. Məsələn, mən bu cür deyirəm. I am 28 ya da I am 28 years old. 10 yaşındakı uşaq belə deməlidir. I am 10 ya da I am 10 years old. Tapşırıq 3. Write the correct number. Düzgün nömrələri yazın. 1, 1, 4, 4, 3, 3, 9, 5, 5, 7, 7. Tapşırıq 4. Write the correct number. Düzgün nömrələri yazın. 3 maşın. 3 cars. 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7. 7 şar. 7 balloons. 1, 2, 3, 4. 4 kitab. 4 books. 1 pişik. A cat ya da one cat. İkisi də olar. 2 qələm. 2 pens. Gördüyümüz kimi isimlərin qabağına, sayıla bilən isimlərin qabağına rəqəm qoyanda ingilis dilində onlar cəmlənilir. Yəni biz Azərbaycan dilində deyirik 1 maşın, 5 maşın. İngilislər deyir 1 maşın, 5 maşınlar. 1 qələm, 5 qələmlər. Tapşırıq 5-ə baxıram. Burada deyir rəqəmləri rəngləyin. Rəngləyə bilərlər. Ürəkləri hansı rəngdən istəyir rəngləyə bilərlər. Ya da bu tapşırığı işləyən böyük sinifin uşağıdırsa, amma ingilis dilinə sıfırdan başlayıbsa, rəngləyib vaxt itirməyə dəyməz. Yəni bu ibtidai siniflər, 1-ci siniflərin summativləri üçün nəzərdə tutulduğu üçün rəngləmək elə də vacib deyil. Səhifə 37-dən davam edirəm. Summativ 2. Summativ 2. Are you happy? Sən xoşbəxtsən? Cavab, bəli, mən eləyəm ya da xeyir, elə deyiləm. Cavab, yes, I am. İnkarı olsa belə olardı. No, I am not. Bəli, eləyəm. 1A. 2. Choose a correct question. Düzgün variantı seçin. I am fine, thank you. Bu burada nə sualı verib ki, cavab verəndə deyib, mən yaxşıyam, çox sağ ol. Deməli, sual verib ki, necəsən? How are you? Deməli, cavab olur A variantı. B variantında deyir, sənin neçə yaşın var? Sual versəm ki, sənin neçə yaşın var? Mənə deyəsən, yaxşıyam, sağ ol. Yox. C variantında deyir, sənin adın nədir? Bu da deyir, mən yaxşıyam, sağ ol. Deməli, deyir ki, sən necəsən? O da deyir, yaxşıyam. Olur A. 3. Write the name of feelings. Hisslərin adını düzgün yazın. Biz öyrənmişdik də. Xoşbəxt, üzgün, qəmgin, xəstə və s. 1. Happy-yə oxşuyur, xoşbəxt. 2 yorğuna da oxşuyur, xəstəyə də oxşuyur. Kim sick yazıbsa okey olsun. Kim xəstə yazıbsa sick, tired yaza bilibsə tired ola bilər. 3. Qışqırır ya da ağlayır. Cry ola bilər. Qışqırmaq, shout sözü vardı 3-cü, 4-cü sinifin sözlərində. Xəstə ola bilər, öskürür, ola bilər, sick də ola bilər. Yəni bir neçə şey ola bilər. 1-ci sinifin lüğətində hansı sözləri öyrənmişsə, uşaqlar həmin sözü yaza bilər. 4-cü hirslidir, angry, mad. İkisi də olar. 5-ci ağlayır, deməli qəmgindir, sad. Ağlamaq sözü cry'dır, amma burada deyil hissləri yazın. Yəni sifət yazmalıyıq. Yəni sad, qəmgin, üzgün. Tapşırıq 4. How are you? Necəsən? I am. Bu qız necədir? Şəkilə baxıram. Qorxmuşa oxşuyur. Nəysə görüb təəccüblənib, nədənsə qorxub ola bilər. I am scared. Çox şey yaza bilər uşaqlar bura. Amma 1-ci sinifin summativi olduğu üçün kitabda hansı sözləri veribsə biz də həmən sözlərə uyğun cavab yazmalıyıq. Ona görə I am scared doğru cavab ola bilər. 5-ci tapşırığa baxıram. Şəkillərə uyğunlaşdıraq. 1. Angry ya da mad. Mad var. 1C. 2. Xəstə, sick, E. 3. 3. Deməli, 3-də, 5-də biri xoşbəxtdir, biri utancaqdır. Gəlin 4-ü tapaq. 4-cü sad, 4B-dir. 3-dən 5-ə baxıram. Məncə 5 happy-dir. Yox, 5 utancağa oxşuyur, yanaqları qızarıb. 5-ə şay seçək. 3-cü happy olsun, 3A. Yəni, şəkillər biraz görəcəli düşüncələrdir. Yox, cavablara baxmağa ehtiyac yoxdur, uşaqlar.
şəkillərə baxanda imtahanda heç vaxt bununla bunu böyür-böyrə verməz. Çünki bu ikisi də xoşbəxtə də oxşaya bilər, ikisi də utancaq ola bilər. Sadəcə boyun yanaqları biraz daha qırmızıdır deyə mən bunu utancaq, bunu xoşbəxt seçdim. Yəni bu görəcəli bir tapşırıqdır. Hansı smiley nəyə oxşadırsınızsa o şəkildə cavab yaza bilərsiniz. Summativ 3-ə baxıram. Mənim bir pozanım var. I have an eraser. Bunlar dəftərlərdir. Mənim dəftərlərimdir. These are my notebooks. 2. Üçüncüyə baxıram. Şəkilləri məchləməliyik, yəni uyğunlaşdırmalıyıq. Deməli, a book, 1 C, 2 pencil, a pencil, 3 crayon. Deməli, 1 C, 2 B, 3 A. 4-ə baxıram. How many pencils? Tapşırıq 4-dən davam edirəm. How many pencils? Nə qədər qələmlər? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 pencils. Tapşırıq 5. What is it? Bu nədir? Belə yazmalıyıq. It is a pen. It is a pencil case. It is an eraser. It is a notebook. It is a book. Summativ 4. What color is it? Bu hansı renkdir? It is red. It is orange. It is yellow. It is green. It is blue. Tapşırıq 2. Şəkilləri uyğunlaşdırın. A yellow notebook. Sarı dəftər. Cavab 3-ə uyğundur. Əslində 3-də narıncı rəng verib. Burada sarı olmalıydı. B-yə baxıram. A green pencil. Yaşıl qələm 4-ə uyğundur. Yəni 4B. A pink backpack. Rozvi çanta, yəni çəhrayı rəng çanta 2. A red book. Qırmızı kitab olur 1. Deməli 1D, 2C, 3A, 4B. 3-ə baxıram. My nöqtələr is blue. Mənim nəyim mavidir? Qələmim. My pencil is blue. 2-yə baxıram. My favorite color is. Mənim sevimli rəngim. Bu da qarıya oxşuyur. Yazacağıq black. Tapşırıq 4. One doesn't match. Biri uyğun gəlmir. Blue rəng, red rəng, green rəng, crayon rəngli tabaşıyır. Yəni bu uyğun gəlmir. D variantı cavab. 5-ci. What is it? O nədir? Bu nədir? Bu yaşıl bir çantadır. It is a green backpack. Cavab olur B variantı. Summativ 5-ə baxıram. My, mənim qırmızıdır. Nə? Koftam. My shirt is red. 1B. 2. I have. Mənim var 2 ətəyim. 2 qırmızı ətək. 2 red skirt. 2 olur A. 3. Match the pictures. Şəkilləri uyğunlaşdırın. 1. Jacket. 1 C. 2. Kepka. Cap. 2D. 3. Sneakers. İdman ayaqqabıları. 4. Shirt. Yəni B variantı. Tapşırıq 4. This is a purple cap. Bu bənövşəyi kepkadır. C variantı. 5. What is it? Bu nədir? Mavi rəng ətək. It is a blue skirt. 5 oldu A variantı. Summativ 6. This is my. Bu mənim. Oğlan başını göstərir. Əslində burada başda ola bilər, saç da ola bilər. Yəni şəkili biraz yaxşı verməyiblər. Çünki oğlan başını da göstərə bilər, saçını da göstərə bilər. Cavabda head də var, hey də var. Amma məncə başını göstərir. Çünki saçını göstərsə daha saçın üstündə olardı əli. Əli burada daha çox başına uyğun gəlir. Mən ona görə B variantı seçərəm. This is my head. Bu mənim başımdır. 2. Mənim var 2 hands. 2 əlim. 2 heads. 2 başım. 2 hairs. 2 saçım. Ümumiyyətlə saç sözü heç vaxt cəmlənmir saç mənası verəndə. Bu variant səhvdir. İnsanın 2 başı olmur. Səhvdir. 2 əl. Mənim 2 əlim var. Tapşırıq 3. Şəkilləri uyğunlaşdırın. 1. Ear, qulaq. 1 C. 2. Mouse, ağız. 2 D. 3. Finger, barmaqlar. A. 4. Leg, ayaq. B. Tapşırıq 4. What is it? Bu nədir? It is my nose. Bu mənim burnumdur.
A variantı. Aşıqlar, burada what is it-ə bu nədir yazıb. Əslində bu o nədir olmalıdır. Çünki it orta cinsdə odur. Sadəcə tərcümə elində bir-birimizə deyirik, o nədir, bu nədir. Ona görə bu şəkildə yazıblar. It is my nose, o mənim burnumdur. 5. Mənim white, ağdır. Nə? Dişlərim. My teeth are white. Mənim dişlərim ağdır. Summativ 7. This is my. Bu mənim ailəmdir. Ailə sözü family. 2. Mənim, bu nənədir. Mənim nənəm xoşbəxtdir. My grandma is happy. 3. My pets, mənim ev heyvanlarım it və pişikdir. A variantında deyir bacılarım və qardaşlarım. B variantında deyir it, pişik. C variantında deyir ailə. Bircə cavab var. Mənim ev heyvanlarım pişik və itdir. İt və pişikdir. Cavab olur B. Tapşırıq 4. Şəkilləri uyğunlaşdıraq. 1. Mazə C. 2. Fazə D. 3. Sistə A. 4. Brazə B. Bu tapşırıq da belə getdi. Tapşırıq 5. Sözləri düzəldin. Deməli, hərflərin yerini dəyişib. Biz bunları dəyişib söz düzəltməliyik. Birinci söz tapaq görək nədir? Mazə, ana, M-O-T-H-E-R yazılır. İkinci söz family sözünə oxşuyur. F-A-M-I-L-Y, family, ailə. Üçüncü də sister sözünə oxşuyur. Sister, bacı. Summativ 8-ə baxıram. Deməli, ekranımız bir bulanıqlaşdı. Summativ 8. What is it? Nədir? It is a goat. O keçidir. Cavab olur C. 2. Mənim nəyim ağdır? Qoyunum. My sheep is white. Mənim qoyunum ağdır. 3. Bu qara ya da qəhvəyi. Nə rəngdir bu? Qəhvəyi. Ya da qara, ikisi də ola bilər. Deməli, at mənim favorimdir. Yəni, sevimlidir. A variantı qara at. B variantı qəhvəyi dovşan. C variantı qara eşək. Bu da eşək deyil, at olduğu üçün qara at. 3 olur A. Dördüncü, şəkilləri yenə heyvanlara uyğunlaşdırmalıyıq. 1. Rooster, yəni xoruz. 1 olur D. 2. Goat, keçi. C. 3. Horse, at. B. 4. Ördək, duck, yəni A. 5-ci. What color are these rabbits? Bu dovşanlar nə rəngdir? 1-ci white, 2-ci brown, 3-cü black. Ağ, qəhvəyi və qara. Cavab olur A variantı. Summativ izahlarımız bu qədər. Bu dərsdən sonra biz artıq 2-ci sinifə başlayırıq. Hər kəsə uğurlar. Bugünkü videomuz bu qədər. Hələlik.